Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bu videoda mən sizə dövlət qulluğuna qəbula dair istifadə olunan sertifikatlar haqqında bəzi məsələlər barədə detallı məlumat verməyə çalışacağım. Deməli, son dövrlərdə dövlət qulluğu haqqında qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən görürəm ki, sertifikatların keçərliliyi ilə bağlı çoxlu sayda suallarınız yaranır. Birinci növbədə nəzərinizə çatdırmaq istəyərdim ki, dövlət qulluğunda test imtahanı vasitəsilə qəbul olmaq istəyənlər üçün əsasən 4 tipdə sertifikat istifadə olunur. BB, BA, AC və AB. Bu sertifikatların hər birinin özünün keçərliliyi və ayrıca özünə məxsus xüsusiyyətləri var. Qısa bunlar haqqında bir məlumatı nəzərinizə çatdırım ki, BB və BA sertifikatları icraçı vəzifələr üçün nəzərdə tutulub. Lakin AC və AB sertifikatları isə dövlət qulluğunda rəhbər vəzifələrin tutulması üçün istifadə olunur. Və biraz da detallarına baxsaq, buradan deyə bilərik ki, BB sertifikatının keçərliliyi dövlət qulluğunda 6-cı və 7-ci təsnifatlardakı icraçı vəzifələrdir. Bir haşiyə çıxaq ki, icraçı vəzifələr dedikdə baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məhkəmələrdə hakim köməkçisidir, məhkəmə iclasının katibidir, kompüter proqramçısıdır və yaxud da ki, bu kimi digər vəzifələr nəzərdə tutulur. Rəhbər vəzifələr dedikdə isə sektor müdürüdür, şöbə müdürünün müavinidir, şöbə müdürüdür, regional bölmənin rəhbəridir, bölmə rəhbərinin müavinidir, bu kimi vəzifələrdən söhbət gedir. Və gələk BA sertifikatına. BA sertifikatı isə, deməli, BB oldu 6-cı və 7-ci təsnifatlarda icraçı vəzifələr, BA sertifikatı isə 4-cü və 5-ci təsnifatlardakı icraçı vəzifələri əhatə edir. AC sertifikatı da müvafiq olaraq 6-cı və 7-ci təsnifatlarda, AB də 4-cü və 5-ci təsnifatlarda rəhbər vəzifələrin tutulması üçün keçərli olan sertifikat hesab olunur. Deməli, son dövrlərdə qanunvericilikdəki dəyişikliyə əsasən biz bilirik ki, nazirliklərin kateqoriyası və bir sıra digər orqanların kateqoriyasında və eyni zamanda bəzi vəzifələrdə isə təsnifatlarda artma müşahidə olundu. Bu həm də dövlət qulluğunda maaşların artımına təsir etdi. Deməli, biz dəyişikliyə baxsaq görə bilərik ki, nazirliklərin kateqoriyası birinci kateqoriya oldu və buna müvafiq olaraq da oradakı icraçı vəzifələrin təsnifatları 4-cü təsnifata dəyişdi. Əvvəl 5-ci təsnifat idi, indi oldu 4-cü təsnifat. Və bir haşiyə də çıxaq ki, nazirliklərdə artıq istənilən bir vəzifəni tutmaq üçün söhbət inzibati vəzifələrdən gedir. Mütləq sizdən ən azı, adi məsləhətçi vəzifəsinə belə ən azı 1 il həmin sahə üzrə iş təcrübəsi tələb olunacaq. Bu şərt deyil ki, mütləq dövlət qulluğunda olsun, digər vəzifələr də ola bilər, amma o sahəyə aid iş təcrübəsi olmalıdır ki, siz ora müraciət edə biləsiniz. Və gələk sertifikatın keçərlilik məsələsinə, bir xüsusi məsələni mütləq diqqətdə saxlamaq lazımdır. Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli qərarı var. Həmin qərar dövlət imtahanı keçən şəxslərə verilən sertifikatın formasının təsdiq edilməsi haqqında qərardır. O qərarda göstərilir ki, desən 4-cü bəndində olmalıdır. Həmin qərarda göstərilir ki, namizədin əldə etdiyi sertifikat hansı vəzifələrin tutulması üçün keçərli hesab oluna bilər. Baxın, bu həm də biraz məntiqi yanaşmadır əslində. Biz bildik ki, BB sertifikatı 6-cı, 7-ci təsnifatdır, BA 4-5-ci təsnifatdır. AC isə rəhbər vəzifədir və o 6-7-də rəhbərdir, AB də 4-5-dəki rəhbər vəzifələrin tutulması üçündür. Lakin həmin o qeyd etdiyim qərara əsasən sertifikatınız nə qədər yüksək olsa belə, o halda siz həmin sertifikatdan daha aşağı sertifikatlar üçün və həmin sertifikatın daha aşağı alt qrupları üçün elan olunmuş müsahibələrdə iştirak edə bilirsiniz. Bax, buna 100% əmin ola bilərsiniz. Hazırki qüvvədə olan qanunvericiliyə əsasən qaydamız belədir. Yəni, siz əgər BA sertifikatı əldə etmişsinizsə, bu BA sertifikatı həm BA üçün keçərlidir, həm də eyni zamanda BB-də istənilən vəzifələrin tutulması üçün keçərli hesab olunur. AC sertifikatı da müvafiq olaraq həm AC üçün keçərlidir, həm BA-da bütün vəzifələrin tutulması üçün keçərlidir, həm də BB-də bütün vəzifələrin tutulması üçün keçərlidir. Məsəl üçün, sən tutaq ki, AC2 sertifikat almışsan, AC2 75 bal deməkdir də. Bu BA1-ə belə, yəni BA1 hansı ki, keçid balı 102 bal, 120 bal üzərindən. BA1 üçün, hətta BB1 üçün də siz bu sertifikat vasitəsi ilə müsahibədə iştirak edə bilirsiniz. Yəni, bu sizə hüquq verir. Hazırki qanunvericilik bunu deyir bizə. Ona görə də burada qarışdırmalı bir məqam yoxdur. Məsəl üçün, bəzən namizəd sual verir ki, tutaq ki, mən 65 balla
AC4 sertifikatı əldə etmişəm. Bəs AC4 sertifikatı ilə mən BA1 yerinə və ya nazirlikdəki adi bir məsləhətçi üçün BA3 sertifikat lazımdır. BA3 tələb olunan yerə müraciət edə bilərəmmi? Bəli, müraciət edə bilərsən. Bu keçərlidir. Çünki AC4, ümumiyyətlə AC-nin istənilən bir sertifikatı BA-nın və BB-nin istənilən sertifikatına uyğun vəzifələrin tutulması üçün keçərli hesab olunur. Düzdür, bəzən sual yarana bilər ki, bəs onda BB, BA nəyə lazımdır? Əgər AC-ni əldə edib biz BA-ya gedə biliriksə, BA nəyə lazımdır? BA sırf BA vəzifələrinin tutulması üçün keçərlidir. Bu əvvəllər tətbiq olunmuş bir qayda idi. Həmin dövrdə AC-nin BA-ya və BB-yə keçərliliyi yox idi. Çünki bu qərarda sonradan dəyişiklik olundu. O dəyişikliklərdən sonra artıq bu sertifikatlar digərlərində keçərli olmağa başladı. Əvvəllər bu qayda yox idi. Əvvəllər belə idi ki, BA yalnız BA üçün, BB yalnız BB üçün. Hər biri yalnız öz qrupuna aid olan vəzifələrin tutulmasında keçərli idi. Sonradan qayda dəyişdiyi üçün artıq üst qrupdakılar, altdakılar üçün də keçərli olmağa başladı. Ona görə də bundan 100% əmin ola bilərsiniz. İndi bəzən də amma belə suallar gəlir ki, tutaq ki, sabahı bürüsü gün, yəni bir müddətdən sonra bu AC sertifikatının BA-da və ya BB-də keçərli olması yenidən məhdudlaşdırılsa nə baş verəcək? Onda belə bir açıqlama verə bilərik ki, biz bu həm də məntiqi və hüquqi cəhətdən daha uyğun açıqlama hesab olunur. Tutaq ki, mən bugün arxayın olmuşam ki, yəni dövlət orqanlarının, müvafiq səlahiyyətli qurumların qanunvericiliyinin, qüvvədə olan qanunvericinin tələblərinə arxayın olaraq mən AC sertifikat əldə eləmişəm ki, gedib nazirlikdə bir məsləhətçi yerində işləyəcəm, ya da ki, baş məsləhətçi yerində işləyəcəm. Mən buna etimad göstərərək, İnzibati İcraat haqqında qanunu yadınıza salsanız, orada etimad hüququnun qorunması məsələsi var da. Yəni, yazılı etimadları varsa, qanunla təsdiq olunmuş etimadları varsa, mən buna etimad göstərərək nəsə iş görə bilirəm də, addım ata bilirəm və sonra da buna əsaslandıra bilirəm. İndi mən də istinad edirəm ki, filan tarixdəki qüvvədə olan qanunvericiliyə əsasən yazmışdınız ki, AC sertifikatı BA üçün keçərlidir. Mən də buna müvafiq olaraq o sertifikatı əldə eləmişdim ki, BA vəzifəsinə müraciət edeyim. Artıq qanunvericinin dəyişməsi sabah mənim BA vəzifəsi üzrə AC sertifikatı ilə müsahibədə iştirakımı məhdudlaşdırmamalıdır. Çünki bu mənim günahım deyil də, mənə aid olan vaxt, o vaxt, bu yəni əvvəllər tutaq, indiki dövr üçün deyək də, indiki dövrdə AC BA-ya keçərlidir. Mən buna əsasən sertifikat əldə eləmişəm. İndi bir ildən sonra nəsə dəyişəcək. Bunun mənə niyə aidiyyəti olmalıdır ki? Mən işimi ona uyğun qurmuşdum. Ona görə də bunlar üçün keçərli sayılmalıdır. Lakin əgər elə bir qərar nə vaxtsa çıxarsa, o qərar yalnız ondan sonra əldə olunan sertifikatların keçərliliyini məhdudlaşdıra bilər. Ona görə də yəni bundan da narahat olmağa dəyməz və mən sizə tövsiyə edirəm ki, BA sertifikatındansa AC-ni almaq daha yaxşı olar. Düzdür, mövzu sayına gəldikdə, proqramın genişliyinə gəldikdə AC-nin proqramı BA-dan daha genişdir. Lakin müsbət tərəfi odur ki, AC-nin, AC-də açıq suallar yoxdur. Bütün sualların hamısı test suallardır. Amma BA-da sizə düşən 100 dənə sualdan 80 dənəsi test sualdır, 20 dənəsi açıq sualdır. Ona görə də BA-nın o 84 balını yığıb, keçid balını yığmaqdansa, AC-nin 65 balını yığmaq, biraz da bəzi namizədlərdə o bəxt məsələsi olur da. AC-nin 65 balını yığıb həmin vəzifələrə müraciət etmək sizin üçün daha bir sadə üsul hesab oluna bilər. Başqa sertifikatlarla qaydamız belədir. Çalışın ki, həmişə hüquqi aktlara, qanunvericinin tələblərinə istinad edərək addım atasınız. Bu halda sizin yəni bu dövlət qulluğuna hazırlaşmada enerjiniz başqa şeylərə sərf olunmaz, daha çox fokuslana bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. Çox sağ olun diqqətiniz üçün.